işləməyə qoymadım. Söhbətə bax niyə? Sizin uşağınız durub demir, ay ana mən nə yeyəcəm? Ay ata bu qoxu gəlir, ay ana bunu bişir. Ətin qiyməti bilirsiniz neçədir? Alıb yeyə bilirik. Uşağım əti axırıncı dəfə o Allah xoşbəxt etsin. Qazinin toyunda gördü. Sizin sayənizdə gördü uşaq. O ət. Normal dolanışıqsın pulu demir sizə. Günarə xanım. Narahat olmayın. Nə qədər Günarə xanım, deyirsiniz ki, məni qınayırlar. O sizi qınayan insanlar var. O da istəyərdi, onun da 5 uşağı, 6 uşağı olsun. Şəxsən mən də istəyərdim. Mən düşündüm ki, ikisinə ancaq baxa biləcəm. O da onu kimi, o birisi də onu kimi və siz də cəmaatdan kömək istəyirsiniz. Əslində sizə çıxış yolu tapıldı da, əzizim. Sizə çıxış yolu tapıldı. Sizə sosial müavinət veriləcək. Yoldaşınız da gedib işləyəcək. Özünüz də başınızı aşağı salıb ev təsərrüfatı ilə məşğul olacaqsınız. Yəni bu qədər bəsit. Dövlətimizin də şükür Allah dövlət məktəblərimiz var. Bəli, Heç bir dövlət pulsuz, məktəbləri də parasız var. rahat Bu şəkildə da məktəbə Üç uşaqlı qoyacaqsınız. ata görmüşəm, sosial alır. Üç uşaqlı ata sosial alır. Günarə xanım. 6 uşaqla da sosial ala bilmir bədbəxt. 3 uşaqlı ata şahidiyəm.